Alar bəy yazıb ki, mənim də evimdə nəmişlik var idi. Aboylar qopurdu, penoplast üstündən alçıban vurdum, malyakasını da elədim, aboy da vurdum. Maşallah indi 4 ilə yaxındır. 1 qramda nəmişlik yoxdur. Çox gözəl qardaş, xeyirli olsun. İndi artıq 2 xərc etməyə dəyməz. Gördüyünüz kimi Panaflexin bax belə bir məhsul var 30 sıxlıqda. Məhz bunlar divar içi və divar çölü üçün izolyasiya rolunu daşıyır. 30 sıxlıqdadır. Siz bunu vurursunuz divara, üzərindən probkalar və setkası. Ondan sonra astar, üz, suvaq bu kimi məhsulları işləyirsiniz və divar hər zaman möhkəm qalır. Bu məhsulun özünün yapışdırıcı vasitəsidir. Bu köpük yapışdırıcı vasitəsilə vurulduqda deformasiya və rezonansa daha da dayanıqlı olur. Möhkəmliyinə söz ola bilməz. Görsün divara tap vururam. Heç bir problemi yoxdur. Möhkəmlik 30 sıxlıqdır və gördüyünüz kimi bax belə dərziband birinci qat vurulur, ondan sonra setkası vurulur. Məhsulların izahlı satış yeri Abşeron Ticarət Mərkəzi 1-ci sıra, 2-ci korpus 15-ci mağaza, 114 izolyasiya qrupu.